Biz hardan başa düşə bilərik ki, ümumiyyətlə testosteronumuz aşağıdır və aşağı testosteron səviyyəsi hansı simptomlarla özünü biruzə verir və hansı problemlərə yol aça bilir? Həm libidonun azalmasında, həm ümumi bədəndə yumraqlıq hissi azalanda, yorğunluq, əhval-ruhiyyanın tez-tez dəyişməsi, halsız olması, ereksiyanın birbaşa zəif olması, bunlar hamısı testosteron azlığına aid olan şikayətlərdir. Testosteron həm ümumi, həm sərbəst fraksiyası yoxlanılır. Ona təsir edən digər qarmonlar həm prolaktin, həm cinsi qorumaları birləşdirən qlobulin və digər fermentlər, faktorlar yoxlanıla bilər. Testosteron az olanda tibbi dilində hipogonadizm deyilir. Hipogonadizm həm anadan gəlmə vəziyyət kimi dəyərləndirə bilər. İlk olaraq bu xəyallar tam inkişaf eləməyib, ya da beyinlə bağlı müəyyən problemlər var. Ola bilər bu insanın xəyallarda ciddi problem var, artıq testosteron birbaşa özü vurulmalıdır. Əgər digər problemlər var, onlar araşdırılıb üstünə düşmək lazımdır.